Salam herkese. Rov Trader kanalına xoş gəldiniz. Əgər burada yenisinizsə, mən Fərid və mən sizə ticarət dünyasının maraqlı, amma bəzən də çətin ola bilən suallarına cavab tapmağa kömək etmək üçün buradayam. Bugün biz yeni başlayanların ən çox etdiyi 5 səhvə nəzər salacağıq. İstər səhəm, istər forex, istərsə də kripto ticarət ilə məşğul olsanız, bu ümumi tərəflərdən uzaq durmaq sizə vaxt, pul və əsəblərinizə qənaət edəcək. Gəlin, başlayaq. Səhv nömrə 1. Aydın ticarət planının olmaması. Yeni traderların etdiyi ən böyük səhvlərdən biri plana malik olmadan ticarətə başlamaqdır. Onlar bir səhm və ya kriptovalyutanın qalxışını görüb və düşünürlər ki, indi alaram, sonra görərik. Lakin plansız ticarət etmək xəritəsiz bir səyahətə bənzəyir. Burada itki qaçılmazdır. Ticarət planınız aşağıdakı əhatə etməlidir. Giriş və çıxış nöqtələri, risk idarə etmə qaydaları və ticarət məqsədləriniz qısa müddətli və ya uzun müddətli. Unutmayın ki, yaxşı bir plan sizi çox vaxt dəyişkən olan bazarlarda qoruyacaq və ən vacibi qazancı üçün kömək edəcək. Səhv nömrə 2. Risk idarə etməsinə məhəl qoymamaq. Növbəti böyük səhv risk idarə etməsinə diqqət yetirməməkdir. Bir çox yeni trader ticarətdə çox böyük riskə girir. Düşünürlər ki, tez pul qazana biləcəklər. Lakin həqiqət budur ki, analizə nə qədər yaxşı olsa da, ticarət sizə qazanc gətirməyəcək. Qızıl qaydaya əməl edin. Ticarət hesabınızın 1-2%-dən çoxunu bir ticarətdə risk etməyin. Bu yolla ardıcıl bir neçə itki ilə üzləşsəniz, belə yenə də ticarət etmək üçün kapitalınız olacaq. Əks halda bütün depozitiniz gözünüzün qarşısında əriyəcək. Səhv nömrə 3. Həddindən artıq ticarət. Həddindən artıq ticarət başqa bir geniş yayılmış tələdir. Daim bazarda olmaq və daha çox ticarətin daha çox mənfəət gətirəcəyini düşünmək cazibədar ola bilər. Lakin həddindən artıq ticarət tez-tez emosional qərarlara, yüksək əməliyyat xərclərinə və nəticədə daha çox itkilərə səbəb olur. Bunun əvəzinə keyfiyyətə üstünlük verin, kəmiyyətə yox. Ticarət planınıza uyğun gələn və uğur ehtimalı yüksək olan quruluşları gözləyin. Unutmayın, ticarətdə səbirlik mükafatlandırılır. Əlavə məsləhət görərdik ki, özünüzün iş qrafik təyin edin və ona əsasən hərəkət edin. Bu sizin nizam-intizamınızı artıracaq və əlavə gəlir gətirəcək. Səhv nömrə 4. Emosiyalarla qərar vermək. Ticarət emosional ola bilər. Qorxu, tamahkarlıq və FOMO effekti, yəni vacib bir şeyi qaçırmaq qorxusu mühakimə qarşıdıra bilər və impulsiv qərarlara gətirib çıxara bilər. Məsələn, neçə dəfə bir səhmə onun sürətlə yüksəldiyini görüb yatırım edib, dərhal sonra onun dəyərdən düşdüyünü izləmisiniz. Əminəm ki, bu hal dəfələrlə baş verib. Bunun qarşısını almaq üçün ticarət planınıza sadiq qalın və emosional qərarları aradan qaldırmaq üçün stop-loss əmrləri kimi vasitələrdən istifadə edin. Unutmayın, bazar sizin emosiyalarınıza nəzərə almır. Buna görə də onların sizin ticarətinizə nəzarət etməsinə imkan verməyin. Növbəti videolarda FOMO effekti barəsində və emosiyaları necə düzgün idarə etmək haqqında ayrıca video hazırlayacağam. Əgər bu mövzu sizə maraqlıdırsa, bunu rəylərdə qeyd edin. Və nəhayət səhv nömrə 5. Öyrənməyi və uyğunlaşmağa laqeyd yanaşmaq. Nəhayət, ən böyük səhvlərdən biri təsirinizə sərmayə qoymamaqdır. Bazarlar daima dəyişir və bugün işləyən hər sabahları işləməyə bilər. Yeni traderlar tez-tez bir strategiyaya əbədi güvənə biləcəklərini düşünürlər və dərslər üçün ticarətdən təhlil etməyi unudurlar. Bu səhv tək yeni başlayanlar üçün yox, bəzən hətta bu işlə uzun müddət məşğul olan traderlara aiddir. Bunu qarşısını almaq üçün daim öz üzərinizdə işləməlisiniz və bu addımları ata bilərsiniz. Kitablar, kurslar və video vasitələrinizə həmişə özünüzü davamlı olaraq inkişaf etdirin. Məsələ edilən elə bu video kimi. Uğurlarınızı və itkilərinizi nəzərdən keçirmək üçün ticarət jurnalı saxlayın. Bu məlumatlar
Dərhal analiz edin və özünüz üçün nəticə çıxarın. Məsləhət görərdim ki, ildə bir dəfə bu jurnalı nəzərdən keçirib öz inkişafınızı izləyəsiniz. Bazar xəbərləri və tendensiyalar haqqında məlumatlı olun. Müasir zamanda bu məlumatları izləmək üçün çoxlu alətlər var. Biz öz Instagram səhifəmizdə mütəmadi olaraq treyderlər haqqında məlumatlar dərc edirik. Biz orada izləyə bilərsiniz. Beləliklə budur, yeni başlayan treyderin etdiyi 5 əsas səhv bunlardır. Aydın ticarət planı olmaması, risk idarə etmə, məhəl qoymamaq, həddindən artıq ticarət etmək, emosiyalara qərar vermək və öyrənməyə, uyğunlaşmağa laqeyd yanaşmaq. Bu zəfərdən qaçmaq sizi bir gecədə mükəmməl bir treyder etməyəcək, amma uzunmüddətli uğur yolunda sizi irəli aparacaq. Unutmayın, ticarət bir səyahətdir, yarış deyil. Səbirli, nizam-intizamlı olun və daim öyrənin. Əgər bu qaydalara riayət etsəniz, uğur sizdən yan keçməyəcək. Əgər bu videonu faydalı hesab etdinizsə, rəy bölməsində öz fikrinizi bildirin, videonu bəyənin, abunə olun və bildiriş zəngini basın ki, gələcək videolarını qaçırmayasınız. Əgər hansı bir sualınız varsa və ya mənim üzərində işləməyimi istədiyiniz mövzular varsa, şərhlərdə paylaşın. Biz bütün şərhləri oxuyuruq və nəzərə alırıq. İzlədiyiniz üçün təşəkkür edirəm və növbəti videoda görüşənədək hamınıza uğurlu ticarət.